Dördüncü sənaye inqilabından danışacağıq. Dünyanın hansı qabaqcıl nəşrini açıramsa, təxminən oxşar xəbərdarlıqla qarşılaşıram. Həyatımızı, ünsiyyət qurma tərzimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, jurnalistikamızı, əyləncə vərdişlərimizi, nəqliyyat sahəsindəki anlayışlarımızı kökündən dəyişdirən bir inqilabın, bir paradigma dəyişikliyinin ərəfəsindəyik. Sənaye 4.0 yaxud 4-cü sənaye inqilabı. Bəs yaxşı, son illərdə bütün elmi aparıcı nəşrlərdə təkrarlanan bu termin nəyi ifadə edir? Görkəmli futuroloq Ray Kurzweil İnsan 2.0 kitabında yazır ki, 21-ci əsrdə inkişafın sürəti dənə-dənə, pillə-pillə yox, dəfə-dəfə artan təcillə, sıçrayışla baş verir. Çünki əvvəllər hər şeyi özümüz eləyirdik, indi isə tək deyilik, əlimizin altında super inkişaf eləmiş texnologiyalar var. Məsələn, Çilidəki ALMA super teleskopu, bir teleskop kimi işləyən 66 teleskopdan ibarətdir, qısa zamanda ağla sığmaz həcmdə informasiya əldə edib. Bu yeniliklər biz kimik sualının mənasını da dəyişdirir. Yaxın gələcəkdə ənənəvi mənada insan anlayışı sıradan çıxacaq. Sadə dildə desək, artıq qərarlarımızın yarısı bizə aid olacaq, yarısı süni zəkaya. Təxminən 10 min il bundan əvvəl həyatımızdakı böyük dəyişikliklərdən biri baş verdi. Ovçuluqdan, yığıcılıqdan əkinçiliyə keçdik. Mədəniyyət buradan başladı. Məlumdur, kultura, kultivasiya, becərmək sözündəndir həm də. Heyvanları əhəlləşdirdik və inqilab oldu. İnsan əməyi ilə heyvan əməyi birləşdi və bunun nəticəsində daha geniş, daha stabil yaşayış yerləri yaratdıq, şəhərlər qurduq. Amma əsas inqilablar hələ qabaqdaydı. 18-ci əsrin ikinci yarısından etibarən bir-birini izləyən sənaye inqilabları baş verdi. Əzələ qüvvəsi mexaniki güclə əvəzləndi. Birinci sənaye inqilabı təxminən 1760-cı ildən 1840-cı illərə qədər çəkdi. Bu ərəfədə dəmir yolları inşa edildi, buxar maşınları mexaniki istehsalın dayağına çevrildi. 19-cu əsrin axırları, 20-ci əsrin başında ikinci sənaye inqilabı baş verdi. Bu zaman elektrik və konveyer üsulu həyatımıza daxil oldu, istehsal bumu baş verdi. Üçüncü sənaye inqilabı 1960-cı illərdə başladı. 60-80-ci illər arasında kompüterlərin, 90-cı illərdə isə internetin lokomotiv funksiyası gördüyü bu inqilab texnoloji mahiyyətinə görə kompüter inqilabı və yaxud rəqəmsal inqilab da adlanır. 21-ci əsrin düz astanasında olduğumuz 4-cü sənaye inqilabı özündən əvvəlki rəqəmsal inqilabın üzərində yüksəlir. Onun yeni əsrin ilk 20 ilindəki xarakterini mobil internet, ucuzlaşan xırda amma güclü sensorlar və süni intellektlə ifadə edirlər. Massachusetts Texnologiya İnstitutunun professorları Erik Brynjolfsson və Andrew McAfee 2014-cü ildə çap edilən eyni adlı kitablarında bu yeni dövrə ikinci maşın epoxası deyirlər. Dördüncü sənaye inqilabı terminini ilk dəfə 2011-ci ildə Almaniyada Hannover yarmarkasında istifadə olunub. Bu inqilab təkcə ağıllı smart texnologiyalarla bağlı deyil. Genetikadan nanotexnologiyalara, bərpa olunan enerji mənbələrindən kvant mexanikasına qədər bir çox sahəni özündə birləşdirir. Alimlər yazırlar ki, bu dəyişikliyin əvvəlkindən əsas fərqi ondan ibarətdir ki, əvvəlki əsrlərdə baş verən inqilablar dünyanın hər yerində eyni sürətlə yayılmırdı. Məsələn, dünyada təxminən 1,3 milyard insan hələ də elektrikə sahib deyil. Yəni, ikinci sənaye inqilabı dünya əhalisinin cəmi 17%-nə çatıb. Bir başqa misal, inkişaf etməkdə olan ölkələrdə yaşayan 4 milyard insanın internetə çıxışı yoxdur. Yəni, üçüncü sənaye inqilabı onlar üçün hələ tam baş verməyib. Birinci sənaye inqilabının simvolu sayılan toxuculuq maşınının Avropadan kənara yayılması 120 ilə başa gəlmişdi. Amma bugün internetin dünyaya yayılma sürəti 10 illiklərlə yox, aylarla hesablanır. Artıq müəllifsizləşən məşhur bir misalda deyildiyi kimi, birinci sənaye inqilabından çıxarılan dərs bugün üçün də keçərlidir. İnkişafı müəyyənləşdirən əsas meyar cəmiyyətlərin innovasiyanı dərk etmə dərəcəsidir.